Salam əziz abituriyentlər. Bugün 6 aprel 2025-ci ildir. Bugün köhnə illərin məzunları üçün buraxılış imtahanı keçirildi. Mən də həmin imtahana düşən qrammatika aid olan sualların izahatını vermək istəyirəm. Qrammatika aid olan birinci sualımız 7-ci sualdır. Choose the correct option. My sister want me to milk quickly. Burada barışçı want feili var. Want feilindən sonra gələn ikinci feil mütləq to qəbul etməlidir. Ona görə də A variantı, D variantı, B variantı və C variantı doğru deyil. Doğru variantımız tukukdur. 8-ci sual choose the correct option. Doğru variantı seçin. We usually go by train, but today we are taking bus. By sözündən sonra gələn nəqliyyat vasitəsi heç bir artikel almır. Nə E artikel alır, nə də D artikel alır. Ona görə də A variantı, B variantı, C variantı və D variantı yanlışdır. E variantı doğru variantımızdır. We usually go by train, but today we are taking the bus. Gəlirik 9-cu suala. Choose the correct option. The teacher asked us questions. Baxırıq ki, bu kvantifikator sualıdır. Question sözü sayıla bilən isimdir və cəmdədir. Və ondan sonra many gələ bilər, many questions. Much gələ bilməz, a little gələ bilməz, a few gələ bilər. Çünki many və a few sayıla bilən cəm isimlərin qarşısında işlənir. B variantı, yəni 1-4 doğru cavabımızdır. 10-cu sualımız choose the correct option. The climate warm here. Bu sual mübtəda xəbər uzlaşmasına aiddir. Climate təkdə olduğu üçün A variantı olmaz, yəni where olmaz. Çünki where cəm isimlərlə işlənir. B variantı olar, is tək isimlərlə işlənir. Where olmaz, are olmaz, aren't olmaz. Doğru cavabımız B variantıdır. 11-ci suala gəlirik. He gave me phone number and I gave him. Suala baxdığımda görürük ki, əvəzi sualdır. A variantı hers olmaz. Hers 12 deməkdir, qadın cinsinə aiddir və ondan sonra isim gəlməz. C variantı eynən olmaz. Yours sənin cinsinki deməkdir. Eynən də Y variantı olmaz. Yours hers olmaz. Ya B'dir, ya D'dir. İkinci tərəfə baxırıq ki, himdən sonra your olmaz. Çünki your müstəqil olmayan yer kəvəzidir. Yəni özündən sonra mütləq isim gəlməlidir. D variantı getdi. Doğru variantımız B variantıdır. 13-cü sual make up a sentence. Doğru cümlə, daha doğrusu cümlə qurun istəyir bizdən. Burada mən sizə doğru cavabı deyim. Doğru cavab burada D variantıdır. It was snowing when the guests arrived. Qonaqlar çatdığında qar yağırdı. Gəlirik 13-cü suala. Choose the correct option. The museum is far our office. If you go there, food it will take you half an hour. Burada fa sözündən sonra mütləq from olmalıdır. Yəni muzeum mənim ofisimdən uzaqdır. Far from. Yəni, A variantı olmaz. B olmaz. D olmaz. Y olmaz. C variantı qalır. If you go there on foot. On foot piyada getmək deməkdir. It will take you half an hour. O 1 saat yarıma cebini oraya çıxacaqsan mənasına gəlir. Ona görə C variantı doğrudur. Növbəti sualımız choose the correct passive voice version of the sentence. Burada bizdən cümlənin doğru məhsul növünü seçməmizi istəyir. They pick up bananas in the forest. Demək, bir cümlənin məhsul növünü seçmək üçün birinci onun tamamlığını seçib tapmalıyıq. Burada bizim tamamlığımız banana sözdür. Çünki feildən sonra gələn söz əslən tamamlığı olur. Və banana sözü cümlənin əvvəlinə keçir. Və bizim cümləmiz keçmiş zamanda olduğu üçün demək, onun məhsul növdə keçmiş zamanda olacaq. Ona görə də C, D və Y variantları doğru variant deyil. Çünki C, D, Y variantları keçmiş zamanda deyil. Ona görə də biz C'yi, D'yi, Y'yi götürmürük.
A və B variantına baxırıq. A variantında bananas were picked up in the forest. A variantı doğrudur. Çünki keçmiş zamanın məchul növü tamamlıq, to be-nin keçmiş zaman forması was və ya were və feilin üçüncü forması gəlir. B variantında isə were-dən sonra bin işlənir. Were-dən sonra bin işlənməz. Onun üçün də B variantı yanlışdır. Bizim doğru variantımız A variantıdır. 11-ci sualda choose the correct pair of synonyms. Doğru sinonimlərin sırasını seçməmizi istəyir. Burada doğru sinonimlər C variantı, daha doğrusu üzr istəyirəm, D variantındadır. Anxious və worried hər ikisi narahat olmaq deməkdir. Narahat deməkdir. D variantı doğru variantdır. 16-cı sual choose the correct tense form. Bizdən doğru zaman formasını seçməmizi istəyir. My family a barbecue yesterday. Burada baxırıq ki, yesterday sözü var. Yesterday sözü keçmiş zamanı bildirir və bizim də feilimiz keçmiş say zamanda olacaq. A variantı had doğru variantdır. B variantı has, C variantı is having, D variantı has had, G variantı have yanlışdır. Doğru variantımız A variantıdır. Choose the correct conjunction. 17-ci sualda bizdən doğru bağlacığınızı istəyir. You should stay at home. You are ill. Sən evdə qalmalısan. Do, oldos. Bunlar ikisi də baxmayaraq deməkdir. Also. Sən evdə qalmalısan, baxmayaraq sən xəstəsən. A və B olmaz. C variantı or və ya deməkdir. Sən evdə qalmalısan və ya xəstəsən. C variantı olmaz. D variantı sən evdə qalmalısan because you are ill. Çünki sən xəstəsən. Y variantı qoysaq, sən evdə qalmalısan və sən xəstəsən olmaz. Demək ki, A, B, C, Y olmaz. Doğru variantımız bizim D variantıdır. 18-ci sualda choose the correct modal verbs. Doğru modal feillər seçməmizi istəyir. I want to know the truth. Mən doğrunu bilmək istəyirəm. You lie to me. Burada birə baxsa haven't to deyir. Haven't to deyir bir şey yoxdur. Have to-nun inkar forması don't have to nə olur? Bir olmaz. İkidə aren't able deyir. To-yusu yoxdur. Çünki to be able to mütləq to ilə işlənməlidir. 2 də getdi. 3 və 4 doğrudur. Həm qrammatik cəhətdən, həm məntiq cəhətdən. I want to know the truth. Mən doğrunu bilmək istəyirəm. You mustn't lie to me. Sən məni aldatmamalısan. You shouldn't lie to me. Sən məni aldatmamalısan. Gəlir 19-cu suala. Choose the correct option. Doğru variantı seçməmizi istəyir. Those flowers look than these ones. Burada than olduğu üçün bu sifətin müqayisə dərəcəsindədir. The best olmaz. Sifətin çünki üstünlük dərəcəsidir. The best. Xət çəkək. Best olmaz zaten üstünlük dərəcəsidir. Həm də the-si yoxdur. Good sifətin adi dərəcəsidir. The most good deyə bir ifadə yoxdur. Doğru cavabımız D variantıdır. O güllər bu güllərdən daha yaxşı görsənir tərcüməsi belədir. 20-ci suala gəlirik. Choose the correct option. Doğru variantı seçin. Found you last week. Whose kimin deməkdir? Whose'dan sonra mütləq isim gəlməlidir. Burada found feildir. A variantı olmaz. Whom kimi kimə deməkdir? Kimi found deyə bilməz. Kimi zəif vurdu deyə bilmərik. D variantı olmaz. Why niyə deməkdir? B variantı olmaz. How olmaz. How necə deməkdir? Y variantı doğru variantı. Who found you last night? Keçən axşam kim sənə zəif vurdu? The pair of nouns in singular. Təkdə olan isimlərin sırasını bizdən istəyir. Burada weather, face, hava və üz bunlar təkdə olan isimlərdir. Doğru cavabımız A variantıdır. Mas cəmdədir, fit cəmdədir, ears cəmdədir, days cəmdədir. Doğru variantımız A variantıdır. Choose the correct explanatory sentence. Doğru necə cümləsini seçməmizi istəyir. Burada A intelligent students are they. Necə cümləndə feil üstdən əvvəl olmaz. Yəni D-dən sonra olması lazımdır. B olmaz. A olmaz. B olmaz. C-yə baxaq. What intelligent students are. Are intelligent. C variantı olmaz. Burada ha olmalıydı. What intelligent students they are. D variantı doğru variantdır. Y variantı what intelligent students are they. Burada student sözcüğümdə olsun ən olmaz. Yanlışdır.